Allah'tan peyğəmbərlərin birinə vəhy nazil oldu. Allah'tan vəhy gəldi peyğəmbərə. Mənim peyğəmbərim, get onun namazını qıl, meyit namazını. Apar salihlərin qəbristanında dəfn elə. İlahi bu günahkardır, cemaat hamısı qaçıb gedib, meyidini də aparıb atıblar. Deyir, mənim peyğəmbərim, sənin xəbərin yox idi. O ömrünün axır sağlarında, axır saatlarında belə deyirdi. Deyirdi, ya mən ləhud dünya vəl axirə. İrhəm mən leysə ləhud dünya vəl axirə. O ağlaya-ağlaya deyirdi ki, ey dünyanın, axirətin sahibi, rəhm elə o kəsə ki, nə dünyası var, nə axirəti. Sənin onun halından xəbərin yox idi. O bir ömür günahla yaşadı, amma başa düşdü axırda. Odur ki, ged özün namaz qıl.